Dostlar salam. Mən bu günləri sizə danışmaq istəyirəm bağırsaq qanaxmalarından. Mən də bunu danışınca siz bəyənmə işarəsini sıxın, kanala abunə olun ki, YouTube kanalı da inkişaf eləsin. Mən də yavaş-yavaş başlayım danışmağa. Bəziləri elə bilir ki, bağırsaq qanaxması babasil və yaxud da çatdandır. Amma qanaxmanı yaradan bir neçə daha da problemli səbəblər ola bilər. Bu, misal üçün, bağırsaqda qeyri-spesifik xoralı kolit, yəni yoğun bağırsaqda yaralar. O yaralar qanaxma verə bilər və elə qanaxmalar verə bilir ki, hətta xəstələr ağır vəziyyətdə gəlib çıxırlar xəstəxanaya. Bundan əlavə, əgər misal üçün elə pasiyentdə xoralı kolit varsa, qanaxması yoxdursa, həmin o yaralar deşilə bilər. O yara deşilərsə, nə olacaq? Verəcək peritonit və gəlib düşəcək təcili cərrahi əməliyyata və bağırsaq çölə çıxarılacaq, stoma qoyulacaq. Mən sadə dilində danışıram ki, insanlar, yəni əhali başa düşsün. Yəni çox tibbi dərinliyə getmirəm ki, yəni bu həkimlərə lazım olan məlumatlar deyil. Həkimlər bunu bilməlidirlər və çoxsu da bilirlər təbii ki. Ona görə sadə dildə danışıram ki, əhali başa düşsün. Deməli, növbəti patologiya hansı ki, bağırsaq qanaxması verə bilər? Bu Kron xəstəliyidir. Kron xəstəliyində elə bilin ki, Kron xəstəliyi bağırsağın bütün divarlarını zədələyir və elə bilin ki, daha da dərin xoralar olur. Və Kron xəstəliyi yoğun bağırsaqdan başqa nazik bağırsağı da zədələyə bilər. Və bu da çox ciddi bir patologiyadır. Yenə səbəblərin orada autoimmun proseslərdir və ilahir və s. Yəni onları sizə izah eləmirəm, o sizə lazım deyil. Əsas prinsip odur ki, bağırsaqda qanaxma oldu, mütləq həkimə gəlmək lazımdır. Biliyorsunuz ki, və kolonoskopiya olunmalısınız. Yəni, bağırsağa kamera ilə girilib, baxılmalıdır. Bu mütləqdir. Çox adam kolonoskopiyadan qorxur, amma bu qorxmaq lazım deyil. Bir dəfə müayinə olunursunuz və bilirik ki, dərdiniz nədir, bağırsaqda vəziyyət necədir. Həmin o xoralı kolit də bilinir, Kron xəstəliyi də bilinir və müvafiq təbii ki, müalicə aparılır. Növbəti patologiya bağırsaqda tövrəmə də ola bilər. Bağırsaqda şiş dəfələrlə olur ki, pasiyentlər gəlir bağırsaq qanaxması ilə kolonoskopiya zamanı bağırsaqda şiş, yəni onkoloji bir problem meydana çıxır və sonra da düşür cərrahi əməliyyatlara, kimya terapiyası və s. və s. gedir onkoloji problemlər. Ona görə vaxtında müayinə olunmalısınız. Sonra belə bir patologiya var ki, divertikuloz deyirlər. Bağırsağın divarında divertikullar. Yəni, qısaca izah edeyim. Bağırsağın divarı düzdür. Divertikul nədir? Bağırsağın divarı bax düz gəlir, bax belə bir çıxıntı yaradır, təzdən belə gedir, belə bir çıxıntı yaranır, belə gedir. Yəni, bu vəziyyətə divertikuloz deyirlər. Həmin o divertikullar da iltihablaşa bilər. Bu halda olur divertikulit. Həmin o divertikullar qanaya bilər, gəlir çıxır yenə bağırsaq qanaxmasına. Həmin o divertikullar deşilə bilər, yenə pasiyent düşür əməliyyata və bağırsaq çıxarılır çölə. Yəni, bu da ciddi bir patologiyadır. Bundan əlavə yoğun bağırsaqda polip ola bilər, hansı ki, yenə qanaxma verir. Və ümumiyyətlə, yenə deyirəm, kolonoskopiyadan qorxmayın. Bağırsaqda qanaxma varsa, dedim keçər sözü hansı ki, bizim əhalinin, bizim pasiyentlərin ən sevimli sözlərindən biridir, dedim keçər. Otururlar evdə, çatdırırlar o vəziyyətə ki, xəstə olur anemik, ağappaq, baş gicəllənmə, ümumi halsızlıq, ümumi zəiflik. Yəni, bu vəziyyətə çatdırmaq lazım deyil. Əgər bağırsaqda qanaxma varsa, bir mənalı həkimə gəlmək və kolonoskopiya olunmaq. Kolonoskopiyadan yenə təkrar edirəm, qorxmayın. Ən əsası odur ki, dərdiniz, problem vaxtında tapılacaq və ona müvafiq də müalicə olunacaq. Başqa, misal üçün, infeksion mənşəli qanaxmalar ola bilər. Salmonelloz da, şikilloz da bizə aiddir, o cərrahi problemə aiddir, o daha çox infeksionistlər bu problemlərlə məşğuldur. Yəni, əsas bir də təkrar edirəm, xoralı kolit, Kron xəstəliyi, tövrəmələr, divertikuloz, babasil və çat. Ən əsasları bunlardır ki, hansı ki, bağırsaqda qanaxma yarada bilər. Yenə videonu paylaşın, bəyənin, abunə olmaq da ki, inanın əlavə xərc deyil. Sadəcə bir düyməni orada sıxırsınız, abunə olunursunuz
Biz də paylaşdığımız videolara siz birbaşa baxa biləcəksiniz. Yəni ən azından bir düyməni sıxmaq mən bilən çətindir. Çox sağ olun, tək sağlam olun həmişə. Biz də ki 24 saat yanınızdayıq. Minnətdaram.